Итак, дорогие друзья, выступает женская группа ансамбля «Сувар». Дорогие друзья, специально на этот вечер приехал из Махачкалы заслуженный деятель искусств Российской Федерации, лауреат государственных и республиканских премий Республики Дагестан, заведующий отделом музыкальных радиопрограмм, гость телерадиокомпании «Дагестан» Магомед Гусейнов. С удовольствием хочу предоставить ему слово. Магомед Азизханович, автор оперы «Шарвили», автор более 200 монументальных произведений. Она в нашу культуру не робкими шагами, а смело ворвалась благодаря своему многогранному таланту. Было сказано здесь, первые шаги сделал под ее руководством ансамбль «Сувар». В большом репертуаре ансамбля почти забытый. Это самое главное, я считаю, подвигом Седагет Керимова. Она собрала почти забытые лезгинские народные песни. Это самая яркая ее победа, почти забытые. Она восстановила их, дала им новой жизни. Это новые песни Седагет Керимова. Я преклоняюсь перед вашим талантом в этом. Каждое выступление ансамбля – это яркий праздник для любителей.
Каждая песня Седагет Керимова отличается оригинальностью, красивой мелодией. Смело привносит она в лезгинские песни до сих пор забытые интонации, новые ритмические. Вот обычно я очень переживал за лезгинскую музыку, потому что все лезгинская музыка становится какой-то бесхребетной. Все медленное. Вот в ее медленных песнях чувствуется энергия, чувствуется призыв к борьбе за лучшее, за культуру, за искусство нашей республики. Вот есть несколько слов, если говорить о литературе Седагет Керимовой, 26 книг. Человек, что не должен ни днем, ни ночью, ни спать, ни есть, чтобы писать столько произведений. Это замечательно, дорогая Седагет Кайнбековна. Желаю, чтобы дар, которым наградила тебя природа, одаривал людей все больше новыми произведениями, в которых вы воспеваете красоту, любовь к родной земле. Желаю вам здоровья, всенародной любви, преданных вам поклонников. Седагет Вахан дерин шеирдал зани самани кхена. Зачитах Седагет Вах имани чина яб гужидата чаванда зяраб. Жедан. Лапхса, здесь я с большим удовольствием каждый раз, когда я слушаю, меня, не знаю, охватывает такие чувства просто. Мне хочется жить, мне хочется творить во имя вот таких людей, как Седагет Керимовна. А такие люди просто много не бывает. Но она есть у нас. Это Седагет Керимова. Магомедстха, кюн зурбасенет кария. Чун вири кюректи физабуре, кевачир забуре. Магомед Азизханович является самым дорогим учителем для меня. Он метр всех профессиональных музыкантов Дагестана. Произведение, о котором Магомед Азизханович говорит, я очень люблю. Я нашла этот клип. Этот клип был снят 20 лет тому назад. Я горжусь, что вы обратили внимание на мои слова. Такой гениальный композитор, как Магомед Гусейнов, есть и сочинил песни на мои слова. Жить можно. Спасибо. Я скажу об исполнителях этой песни. Это Мани Дагестан, гости радиокомпании ансамбль. И Тимирин Хордил Гузова. Бедерниса Мурсалова. Как хорошо звучит. Бедерниса Мурсалова. Между прочим, она моя супруга. Спасибо. Спасибо. Паракан Саграй. Атаку Чар Саграй. Чачихи Хюрюмети. А теперь предлагаем вашему вниманию песню Магомеда Гусейнова на слова Седагет Керимовой. Просим внимания на экран. Ялис Гихо, Ялис Геруш, Ватхан Вучья, Чидани Вес. Диапара Хаснанила, и Гафарин Гурлова. Акуна Сазауна Басадердингетуна Учили Панкалайна Хайватан Хайватан Шумунахта Хайватан 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 Привилени Курбан Ахача, Востыда Вечербума, Вечербума, Чехила, Игафуни вить от Ана, Вибелера шел ганани. Садрах него ватан чилел, Теменгана ярханани. Уазбаин Дакар давай, Рыгьяватан Видели час Уралуна, Аркуда и Нефья.
Ревели курбанного час, мосты дали чигуна, мосты дали чигуна, ой, вода, вода. задали вопрос, кто для вас является кумиром? Для меня является кумиром Гасанбек Зардаби. Он великий азербайджанский просветитель, издатель газеты «Экинчи». Я, наверное, по его тропам иду. Чем он жил, какие у него мысли были. То, что он 100 лет тому назад, я тоже стараюсь в Баку издать первую нашу лезгинскую газету. Вот и каждый день вспоминаю его. Он все свое состояние, он всю душу вложил в эту газету.
А второй вопрос. Виридла паравун карсурай. Вакия ушканы ve ömürdə. İma zidide rəhmət isfeyi yox kana. Zirik ella jiva vasa yoxdu. Son virdi kaçana bu fena didet soral. Hanazı Azərbaycanca şeir gəlna. Sənin görüşünə gəlmişəm ana. Bu görüş ağırdır, ah elə ağır. Mənim ürəyimə qapqara kədər. Sənin məzarına bəyaz qar yağır. Mən hardan biləydim, nədən biləydim? Səni əllərimdən alacaq ölüm. Bir gün qapımızdan girib içəri ayrılıq nəğməsi çalacaq ölüm. Bilsəydim, ölümlə cəngə çıxardım. Bilsəydim, üzünü sillələyərdim. Bilsəydim, göz dikib sənə ay ana, ölümü gözündən güllələyərdim. Sənin görüşünə gəlmişəm ana. Bu görüş ağırdır, ah elə ağır. Mənim ürəyimə qapqara kədər. Sənin məzarına bəyaz qar yağır. Həmin gün qəbir üstündə bu şeiri dedim, amma evə gəldim. Evə gələndə nəsə ləzgicə başladım şeir deməyə, bayatılar deməyə. Mən ömrümdə ləzgi dilində bayatı yazmamışdım 84-cü ilə kimi. Ümumiyyətlə bir misra şeirim də olmayıb ləzgi dilində. Həmin gün özümdən asılı olmayaraq bayatılar deməyə başladım ləzgi dilində. Mənim kiçik bacım Hürriyə, şeir həvəskarı, filoloq, birdən məni dümsüklədi ki, bu sənin şeirlərindir. Mən də o vaxtaca hiss eləmirəm, elə bilirəm bu bayatılar var. Və həmin gün mənim dilim açıldı ləzgi dilində. Və mən o gün anladım ki, insan ən gözəl hisslərini, ən dərin fikirlərini ancaq ana dilində ifa edə bilər. Və həmin gündən mən ləzgicə yazmağa başladım. Sağ olun. Sədaqət xanım, sizin kimi evladı dünyaya gətirən ananın ruhu qarşısında biz baş əyirik. Çok sağ olun ki varsınız Sədaqət xanım. Respublikamızın qədim xalqlarından olan zəngin mədəniyyəti ilə seçilən Talış xalqın nümayəndələri Sədaqət xanımı təbrik etmək istəyirlər. Tanınmış ziyalı Mehdi bəy Səfərovu səhnəyə dəvət edirik. Değerli bacım, ben çok bayağıdan seyredirəm, gurur duyuram. Biz bugün bura bir kollektivlə gəlmişik. Əgər icazə versəniz, o ziyalıların bir-iki nəfərini də mən bura dəvət edərdim. Çünki onlar da sizi təbrik edəcəklər. Dodo qəzetinin baş redaktoru İrada xanım Məlikova, bizim aktiv gəncimiz Könül. Biz bugün öz adımızdan zalda əyləşən Talış ziyalıları adından, eləcə də öz xalqım adından sizi bugünkü yaradıcılıq gecənizlə sidq ürəkdən təbrik edirəm. Və biz sizə çox sağ ol deyirik ki, siz qədim, zəngin ləzgi xalqının mədəniyyətini, dilini, mahnı, musiqi sənətini, onun ədəbiyyatını, folklorunu, adət-ənənələrini Azərbaycana və Azərbaycanın qardaş xalqlarına siz çatdırırsınız və biz onlarla tanış ola-ola daha çox sevirik ləzgi xalqını, daha çox onlara vuruluruq, onların mədəniyyətinə. Buna görə də mən sizə çox sağ ol deyirəm. Sizlə, mən bir də vaxtı demişdim, siz Amazonkasınız. Siz təkcə ləzgi xalqının yox, siz bütün Azərbaycanımızın Amazonkasınız. Siz lidersiniz. Sizin haqqınızda bayaq sizin redaktor gözəl bir söz dedi. Dedi, siz dəryasınız. Siz bəli, ummansınız, siz okyansınız. Sizdən adam örgəndikcə örgənir. Mən istəyirəm ki, Talış dilində deyim ki, Xosa Sədaqətova, Şuma Ofaya Munaşav, Xose Mübarəkə. İndi də icazə versəz, sizin kolleganız, sizin ona yol göstərdiyiniz, dəstək verdiyiniz Dodo qəzetinin baş redaktoru İrada xanım bir kəlmə, iki kəlmə danışsın. Mən çox xoşbəxtəm ki, bugün buradayım Sədaqət xanım. Siz bir gözəl vurğuladınız, mənə yol açdınız sözümü davam etməyə. Sədaqət xanım Həsən bəy Zərdabinin arxasıca baxıb, onun üçün o bir mayak olub. Amma inanın, əziz
Lezgi xalqı, mənim Dodo qəzet, Talış qəzetinin redaktor olmağıma Sədaqət xanım bu yolu göstərib. Ona baxıb həvəslənmişəm. Necə ki, Lezgi folklorunu, dilini, mədəniyyətini indi də gündəmdədir. Onun yaradıcılığını davam edir və yaşadırsınız. Mən də Sədaqət xanıma baxıb, Dodo Talış dilində sevilən, hörmətli xanıma deyərlər. Bizdə ana sözü də var, bacı da, amma hər adama Dodo deməzlər. Mən də bu titulu qazandım İrada Dodo olaraq. Dodo qəzetini başladım fəaliyyətə. Artıq 9-cu nömrəsidir. Burada sizin yubileyiniz haqqında Lezgi, Azərbaycan və bizim Talış xalqının dilində geniş burada göstərmişəm. Mən təbrik edirəm sizi, mənim əziz, gözəl bacım. Var olasınız, dəyərli olasınız. Lezgi xalqı həqiqətən də çox xoşbəxtdir ki, sizi kimi Dodosu var. Minnətdaram, xoşeştə muavarda rüş, mübarək babacıma azizə hova. Teşekkür ederim. Gönül xanım, buyurun. Mən də öz adımdan sizi təbrik edirəm Sədaqət xanım və sizin yaradıcılığınızda həmişə izləyirəm və qalaydım kaş şeiri istədim söyləyim. Uzaqlarda, əli çatmayan, ün yetməyən dağ döşündə, ay yer ilə görüşəndə, çiçəklərin üzlərinə şeh düşəndə, yarpaqların izlərinə meh düşəndə, başı haça qaya altda, yalqız, tənha bir məkanda üşümüşən bir qovaq gördüm. O qovağın kölgəsində sızım sızlayan bir bulaq gördüm. O qovağı yerləndirir qərib yellər əsim. O bulağı dilləndirir tənha qovaq həzin. O bulağın sularını içmək üçün təşnə bulaq oda közə yaxır özün. O qovağın qədəminə düşüb bulaq dizin. O bulağın dodağına toxunanda qərib tellər, qısqanclıqdan ağlar otlar, ağlar güllər. Yel ağzında zərif qovaq əsir. O bulağın qərarını kəsir. Ətraf sirli bir yuxuda, ətraf dadlı bir qoxuda, bulaq, qovaq, bulaq. İstəyə bax, sevgiyə bax. Necə həsəd çəkməyəsən? De, necə diz çökməyəsən bu sevginin qarşısında? O qovağın kölgəsindən, o bulağın sinəsinə gözlərindən süzülür yaş. Qovaq olub bu bulaqda qalaydım kaş. Bir dənə özür istəyirəm. İstəyirik ki, sizə Talış mahnılarından bir balaca, 1-2 dəqiqəlik bizim istedadlı müğənni Leyla Toluşun ifasında təqdim eləyək.
kapşışı bızıvında Çamazı bulayla gıda kavunda Ağışası kapşışı bızıvında Tonşina zıvune Şine şina zıvune Çamanana zıvune Ama baygı bunemun Tonşina zıvune Şine şina zıvune Çamanana zıvune Ama baygı bunemun Ama kolu şonemun Çıkandula şonemun Azin onlu şonemun Ama kolu şonemun Ama kolu şonemun Çıkandula şonemun Azin onlu şonemun Ama kolu şonemun limone i babamona mone esacciama zamone yandu kuccioni mon uno limone i babamona mone esacciama zamone yandu kuccioni mon ama konuşoni mon çıkandıla şoni mon her zinon şoni mon ama konuşoni mon ama konuşoni mon çıkandıla şoni mon her zinon şoni mon ama konuşoni mon çıkandılar şonimon her zinon şonimon ama tolu şonimon ama tolu şonimon çıkandılar şonimon her zinon şonimon ama tolu şonimon. Теперь встречайте Решат Ибрагимов. За 7 горами я друзей искал, по суровым склонам за мечтой скакал. За 7 горами я друзей искал, по суровым склонам за мечтой скакал. Годы как горы и мои лезгины, пусть течет вовеки храбрость наших крылах. Годы как горы и мои лезгины, пусть течет вовеки храбрость наших крылах. На 7 наречах соловьи щебечут, но милей сердечку наши соловьи. На 7 наречах соловьи щебечут, но милей сердечку наши соловьи. Все мечты сгорю я, над я вою я, все же сохраню я мой язык родной. Все мечты сгорю я, над я вою я, все же сохраню я мой язык родной. Семь земель пройду я, мир весь обойду я, милые речи слоны пронесу с собой. Семь земель пройду я, мир весь обойду я, милые речи слоны пронесу с собой. Отведу на паси, бури ненастья, за народ родимый жизни постою. Отведу на пасти, бури ненастья, за народ родимый жизни постою.
Голые как горы, и мои лезгины, пусть течет вовеки запрыг ваших жила. Голые как горы, и мои лезгины, пусть течет вовеки запрыг ваших жила. İndi isə səhnəyə Bakı Dövlət Universiteti Jurnalistika Fakültəsinin tələbəsi Elmira Fərəməzova və Azərbaycan Dəniz Akademiyasının məzunu Qazimir Kərimov dəvət olunur. Az istədim, çoxum getdi. Nişan aldım, oxum getdi. Gecələrdə yuxum getdi. Bu sınaq nə sınaq imiş? Yaz istədim, düşdüm qışa. Ümidlərim dəydi daşa. Qazandığım başdan başa tənə imiş, qınaq imiş. Birlə idim, qıya düşdüm. Heyif, səsə, küyə düşdüm. Keçəmədim, çaya düşdüm. Demə körpü sınıq imiş. Dost bildiyim yağı çıxdı. Mahnı dedim, ağı çıxdı. Bu dağ ürək dağı çıxdı. Dərddən qalaq-qalaq imiş. Yoxdur artıq nər sandığım. Varım böyük dərd sandığı. Bu dünyada mərd sandığım. Demə vaxtsız qonaq imiş. Takayda. Пылавачта рёх жедач, цаявачта рюк жедач, тазвайрикиз рех жедач, гил кадайсат тахайла, риб чунух мир шешелда, дерт авайда ичелда, ишеда вун, ишеда, бат худайсат тахайда, видер дери гуда цир, какахтау дежез чир, Акай жедан рикесир, яб гудайсат дахайта. Кар кумачиз гурарик, амук давун варарик, ев чич дана гарарик, рик гудайсат дахайта. Кизил гүл дихцаз канда, ядани ам каз канда, ярги өмүр низ канда, дад гидайсат дахайта. Mənim Qusarımdan bir hörmətli qonaq gəlib, Qusar rayon İcra Hakimiyyəti başçısının müavini Şahid müəllim. Ona istəyirəm, söz verəm. Axşamınız xeyir. Sədaqət xanım, sizə uzalda olan bütün tədbir iştirakçılarına, Qusarlıların adına dərin hörmət və məhəbbətini bildirirəm. Onların salamlarını sizə çatdırıram. Sədaqət xanımın yaradıcılığı ilə mən hələ uşaq illərindən tanışam. 70-ci, 80-ci illərdə Sədaqət xanımın şeirləri, hekayələri Qızıl Qusar qəzetində Azərbaycan pioneri, Azərbaycan gənclər qəzetlərində dərc olunurdu. Biz o vaxtımız sevə-sevə oxuyurduq həmən əsərləri. Və sonralarda Sədaqət xanımın bir çox əsərlərini oxumuşam. Ümumiyyətlə Sədaqət xanımın yaradıcılığı haqqında geniş danışmaq fikrim yoxdur, buna səlahiyyətim çatmaz. Ancaq onun yaradıcılığı ilə tanış olanda mən bir Qusarlı kimi fəxri hissləri keçirirəm. Deyirəm ki, nə yaxşı ki, bizim həm yerlimizin belə çox şaxəli, dərin məzmunlu, gözəl bir yaradıcılığı var. Sədaqət xanım, sizə bu yolda yeni uğurlar arzulayırıq. Sizi 65 illik yubileyiniz münasibət ilə təbrik edirik. Və arzu edirik ki, siz daha böyük zirvələrə çatasınız. Sizə can sağlığı və yeni uğurlar arzulayıram.
Sağ olun. Burada daha bizim gözəl bir sənətkar dostumuz var, Şahlar Əli Rzayev. Şahlar müəllim deyəsən nəsə demək istəyirdi. Mən onun əsərlərinin vurğunuyam və sizə də tövsiyə edirəm onun əsərlərinin sərgisinə tamaşa edəsiniz. Azərbaycanın gözəlliklərini öz əsərlərində əks etdirən, Ləzgi xalqının etnoqrafiyasını öz əsərlərində həkk edən insandır. Amma bu dəfə deyəsən yaradıcılıq mövzusunu dəyişdi. Dilber Heydərova. Alkışlarınızla. Nə kövrək, nə titrək deyimlərim var. Könlümdən keçənlər dilimdə bitir. Yenə yol azmışam söz ayrıcında. Gəl yetiş dadıma, özünü yetir. Və bu misraları bir 15 il əvvəl mənim şair dostum, qələm dostum, Azərbaycanın görkəmli jurnalisti, sizin hamınızın sevdiyiniz Flora Xəlilzadəyə həsr eləmişəm. Çox sakitcə oturub orada, bəlkə bir söz deyəsən mənim əziz dostum, bütün dostlarımızın adından. Buyur səhnəyə. Bilirsiniz də, ən gözəl, ən dadlı yer məclis qızışan vaxtıdır. Mən əslində bunu gözləyirdim, çünki məclisdə həmişə aş sonda gəlir, plov.
Mən sizin vaxtınızı almayacağım. Bilirəm ki, yorulmusunuz. Sədaqət xanıma olan məhəbbətim sahilsiz bir ümmandır. Yəni, mən onun içine düşsəm, çırpınıb qalacam, boğulacam. Sadəcə bir söz demək istəyirəm ki, Allah Teala sənə o qədər gözəl istedad verib ki, istedadlı jurnalist, yazıcı, şair, bəstəkar, daha nələr. Və sən insanları, xüsusən də məni çox gözəl heyrətləndirməyi bacarırsan. Və bir gün eşitsəm ki, sənin rəsm əsərlərindən ibarət bir sərgin təşkil olunur və bizi dəvət edirsən, mən buna da inanaram. Çünki ələ düşməz o gözəllikləri o qədər dərindən duyub dərk edə bilirsən. Sədaqət xanım haqqında yəqin ki, səhərə qədər danışa bilərəm, mənim qəlbim doludur, amma danışmıram. Bircə onu demək istəyirəm ki, bu adı ona qoyan anıya Allah qəni-qəni rəhmət eləsin. Sədaqət həqiqətən də sədaqətli dostdur. Və 40 ildən artıqdır ki, o hər an, hər zaman bunu sübut edir. Öpürəm səni, yubileyin mübarək olsun. Mən bir dəfə demişdim sənin Azərbaycanca, ləzizə lüğətin təqdimatında ki, məndə səlahiyyət olsaydı, sənə dövlət mükafatı verərdim. Təəssüf ki, Allah istedad verir adama, amma səlahiyyət vermir. Həqiqətən də səlahiyyətim olsaydı, bu gün sənə xalq şairi, xalq yazısı adı verərdim. Yəqin ki, eşidərlər mənim arzumu bir gün. Mənə sənin kimi dostların, mənim bu zaldakı kimi oxucuların dəyəri bütün mükafatlardan qiymətlidir, əziz dostum. Bu təvəzzökarlığını qiymətləndirirəm, amma mən səni daha geniş, daha əhatəli bir dairədə görmək istəyirəm. Yəni, halal adın sənə çatmalıdır, mən bunu istəyirəm. Təbrik edirəm, sizə də minnətdarlığımı bildirirəm. Qoyun bunu bir dəfə ürəkdən qucaqlayım, çünki ürəyim keçir. Bir gürültülü alqışlar gəlsin bu 40 ilin dostluğuna. Belə gözəl sözlərdən sonra gözəl bir mahnı gəlməlidir.
хочу пригласить на сцену самую юную поклонницу вашего творчества, ученицу 5 класса школы номер 175 города Баку Ангелина Гасанова. Встречайте, пожалуйста. Сейчас я скажу вам стих «Чернушка». В детстве, помнится, меня все чернушку дразнили, доводили аж до слез шутники, проказники. Обижалась я на них, приходилось маяться, уходилась о слезах, с вами не играюсь я. Годы долгие прошли, вроде бы отмучилась. Ах, чернушка, по тебе, как же я соскучилась! Поздравляю вас и оставайтесь на долгую-долгую жизнь. И оставаться такой прекрасной, как сейчас. Какая талантливая девочка, да? Почувствовали? У тебя прекрасное будущее. Спасибо. Я хочу поблагодарить вот некоторых гостей, которые из Дагестана приехали. Это Магомед Махмудов, директор издательства «Мавел» в Махачкале. Спасибо огромное. Здесь также присутствует директор «Эксклюзив ТВ» Мурат Агарагимов. Спасибо, Мурат, огромное. И всем гостям хочу сказать спасибо за то, что вы пришли. Ну, дорогие друзья, а теперь, чтобы зарядиться еще на некоторое время, я бы хотела бурными аплодисментами пригласить на сцену мужскую группу ансамбля «Сувар» наших джигитов. Встречайте! Танец горцев!
Садагет Ханум, у нас очень много вопросов. Я бы попросила, если можно, некоторые Я на один вопрос ответы. отвечу, потому что я обязана. Вот у меня спрашивают, что с вашим фильмом? Почему о фильме ничего не слышно? Я вам обещаю, что скоро появится этот фильм. Я, как автор этого сценария и автор мелодий, которые прозвучат в этом фильме, в примере одного фильма хочу показать всю красоту этнической красоты, этнографической красоты, моральной красоты, духовной красоты моего народа. Это будет живая память. Я 15 лет живу этой мечтой. Сейчас презентация песни Ярбунат из лезгинского художественного фильма «Холодное солнце».
Хочу поблагодарить моего редактора, нашего замечательного Заура Мусаева, за эту прекрасную книгу. Все ноты, которые вошли в эту книгу, создал, написал Заур Мусаев. Пожалуйста, встань, Заур. Это концертмейстер ансамбля «Сувар». Очень талантливый человек. Заур, за все тебе спасибо. Yavaş-yavaş gecemizi sona çatdırmaq istəyirik. Mən təşəkkür edirəm. Səbirlə oturdunuz. Biz sizi yorduq. Yorulduzsa günaha yazmayın. Əgər yox, ruhunuz dincəlib gedəcəksinizsə, biz özümüzü xoşbəxt hesab edirik. Mən sizin hamınıza vətən sevgisi, xalq sevgisi, doğma yurt sevgisi, isti ocaq sevgisi arzu edirəm. Mən uzun illər əvvəl belə bir misralar yazmışdım. Desəm ürəyimdə ümman yerləşər, inanma mənə. Desəm ki, qəlbimə cahan sığışar, inanma mənə. Əngin səmaların gözüyəm desəm, inanma mənə. Yalan olar bu. Süzgün şahinlərin özüyəm desəm, yalan olar bu. Ürəyim atəşdir, alovdur desəm, qınama məni. Doğma Azərbaycan, odlar diyarı, məhəbbətimdir. Mən odlar qızıyam, alışıb yanmaq təbiətimdir. В этом зале нету посторонних людей. Все мои друзья. Я вас всех люблю. Как хорошо, что вы есть в моей жизни. Друзья мои, я человек не публичный, но, пользуясь случаем, скажу, что я из Махачкалы. Меня зацепила мужественная позиция этой женщины. Мне казалось, что смелых, одаренных, крепких, мужественных лезгин все становится мало. Я сегодня понял, что это не так. Я счастлив, что принадлежу к этому этносу. И не случайно, что Садагет Ханум родилась под Шахдагом. Посмотрите на этот букет. Он вам не напоминает чертополох в поэме Толстого «Хаджи Мурат»? Мне кажется, что она, вопреки всему, достойно реализовывает себя. Меня зовут Ильдигар, моя фамилия Габалаев. Да, я вот 20 лет в науке и образовании. Ищем, в чем секрет пассионарности лезгин. Пока не находим, но все идет к тому, что это от Бога. Нам суждено остаться лезгинами. Саграчу, чалхых, чилхых и вихых. Саграчу. Сахэ лезги ареала. Один момент. Вот чувствуете, человек, вопреки административной поддержке, они себя реализовывают. Вы обратили внимание, мне стало горестно сегодня. Неужели среди замов Кусарского района не нашелся человек, который мог бы сказать по-лезгински поздравления? Это обидно, ребята. Верилаха ина лезгич ала верирахана. Ястха. Про административную власть. Завери да баталалгуда. Паракан сара. İnşallah. Ястха. Лезгин кадал элига. И макам де аламат тискилига. Далдам дени зюрнедин ванатайла. Адан аваз зидамар хатайла. Чил зурзада, зик очари зör көда. Шад жеда зун, зивилерис көр көда. Ястха. И, конечно, если вы тоже будете исполнять, мы будем очень рады.
просим вас, Садагет Ханум. И бурные аплодисменты для нашей всеми любимой Садагет Ханум. Damdan deniz ürmedi bana dayına. Adama sidamara hatayına. Dalgan deniz ürmedi bana dayına. Civilis fırtına Çizim zaman Zikorçeli sırtına Şacıdazun Civilis fırtına Lezgimka Dalida Lezgimka Dalida Все вместе! Lezgimka Dalida Lezgimka Dalida Lezgimka Dalida Diri de diri que vaya muda El corazón camuda Diri de diri que vaya muda Y makamdi ahora son bahtava Var İmamdi Aurazun baktavar Anadana Agat rezazis var Lezginka Daliliga 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 Sağ olun Lezgiya. Sağ olun Sadaget Hanım.
Саграйки вири, жи от сувари зата махманар. Сахурайки вири.